Ustalar dayanmır, biz onlara deyirik şəxsi mülkü satmamışıq, dayanmırlar, sökürlər evi, evin içində yaşayış ola. Bakının Bayırşəhər məhəlləsində söküntü işləri sakinlərin etirazlarına baxmayaraq davam edir. Vətəndaşlar deyirlər ki, içində yaşayış olan evlər heç bir razılaşma olmadan sökülür. Dayanmırlar, görürlər mən evin içindəyəm, vəhşicəsinə söküb dağıdırlar. Elə Tolstoy küçəsi 80 ünvanında yaşayan Nigar Əliyeva da ona məxsus olan evin sökülmə təhlükəsi ilə üz-üzə qaldığından şikayətlənir. Sakin, mənzilin rəsmi çıxarışla ona məxsus olduğunu təxminən bir ay əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin əməkdaşlarının ona xəbərdarlıq etdiyini deyir. Onun sözlərinə görə, əməkdaşlar evin söküləcəyini bildirərək ona təzyiq göstəriblər. Bir ay bundan əvvəl gəldi məni təhdid elədi, sənin evini sökəcəm. Mən də dedim ki, mənim çıxarışım var, mən burada yaşayıram, alqı-satqı olmayıb, heç bir məbləğ alınmayıb. Siz nədir mənim evimi sökürsünüz? Bu axı qanuna ziddir, mənim mülkiyyətimi konstitusiya qoruyur. O mənə dedi ki, biz də çıxarışa baxırıq, nə qanuna baxırıq, heç bir şeyə baxmırıq. Aprelin 4-ü isə vəziyyət daha da gərginləşib. Nigar Əliyeva aramsız yağışların yağdığı şənbə günü əraziyə texnikanın cəlb olunduğunu və söküntü işlərinə başlanıldığını söyləyir. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmailov çərşənbə axşamı evin buldozerlə tamamilə dağıdılacağını deyib. Evi demək olar ki, nə qədər hissəsini su aparırdı. Biz öz vəsaitimiz hesabına götürdük, damın üstünə örtdük, hələlik evin suyunu çıxartdıq, atdıq. Çünki evdə gəzmək mümkün deyildi. İndi yenə təhdid eləyir ki, ikinci gün mən gələcəm. Bağlamağımın mənası yoxdur. Evi sən evdə yaşaya-yaşaya, satmadan, mülk sahibi olaraq mən sənin evin üstündən buldozerlə keçəcəm. Baxın, evin vəziyyətinə baxın. Sakin, məsələ ilə bağlı ombudsman aparatına, baş prokurorluğun qaynar xəttinə və polisə müraciət etsə də, hadisə yerinə gələn olmadığını vurğulayıb. Deyir ki, mənə deyilib ki, ged nə yolla olursan olsun, oranı sök. Kim deyib? Biz ona deyirik ki, Zülfəli, kim sənə deyib? Deyiblər də barmağını yuxarı göstərib. Yuxarı deyir ki, kim deyib? Hansı məmur deyib? Onun adını açıqlamır. Söküntünün səbəbini soruşduqda isə Nigar Əliyevaya aparılan işlərin qarşıdan gələn beynəlxalq tədbirlə əlaqəli olduğu bildirilib. Əlavə edilib ki, ərazi həmin tədbirə hazırlıq çərçivəsində şəhərin görünüşünü dəyişmək məqsədi ilə yenidən qurulur. Evə heç bir müqavilə imzalanmayıb. Onun heç evi ölçməyiblər də. Mən bu evdə yaşayıram, başqa evimdə yoxdur. Əşyaların hamısı mən almışam. Ona dünən dedim ki, sizin məhkəmə qərarınız var, mən evdən çıxardırsınız məcburi. Dedi, yoxumda mən eləyirəm, deyir bunlar. Nə istəyirəm, deyir, mən eləyirəm. Deyir, hansı quruma, deyir, müraciət eləyirsən, elə sənə baxan olmayacaq. Dedim, polisə yığmışam. Başladılar gülməyə. Düz də güldülər, çünki 26-cı polis bölməsinə o qədər zəydən sonra heç kim gəlmədi. Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi xüsusi mühafizə olunan ərazi statusuna malikdir. Sənədə görə bu status həmin ərazidə söküntü işlərinin aparılmasını istisna edir. Burada yalnız yenidən qurma və reabilitasiya tədbirlərinə icazə verir. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərsək də suallarımız cavablandırılmayıb. Elə Yasamal rayonundan deputat Erkin Qədirli ilə də əlaqə saxlamağa cəhd etdik, amma material yayımlanana qədər ondan heç bir cavab ala bilmədik. Dayanmırlar, sökürlər evin içində. Nigar Əliyevanın sözünü etdiyi tədbirə gəlincə, söküntünü aparanlar bununla bağlı məlumat verməsələr də, mətbuata gedən məlumatlara əsasən, söhbətin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumundan getdiyi ehtimal olunur. Bu forumu Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri proqramı təşkil edir və şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya və yaşayış mühitinin yaxşılaşdırılması kimi mövzular əhatə edir. Hüquqşünaslar söküntü prosesində vətəndaşların razılığının alınmasının və mənzil sahəsinə uyğun kompensasiyanın ədalətli şəkildə müəyyən edilməsinin onların birbaşa konstitusion hüququ olduğunu vurğulayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmə qərarı olmadan öz mülkiyyətindən məhrum edilə bilməz və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vəhşicəsinə söküb dağıdırlar.
Sakinlər isə bildirirlər ki, xüsusi qorunmalı olan bu hüquqlarına məhz aidiyyəti orqanlar xüsusi laqeydliklə qulaq ardına vurur.